Bugün baxacağımız xəstə mədə polipozuna görə artıq bir neçə ildir ki, bizim tərəfimizdən müayinədə olur və ilk baxdığımızda hardasa 2 il əvvəl bu xəstədə biz mədədə çox saylı poliplər aşkar etdik, hətta polipoz və polipları endoskopik yolla periodik olaraq dəfədə bir neçə ədəd polip olmaqla artıq 2 ilə yaxındır ki, polipları endoskopik elektrosiziya yolu ilə kəsib götürürük. Bugün xəstəyə növbəti müayinə eləyəcəyik və əgər yenə polip varsa, endoskopik kəsib götürəcəyik. Başlayaq. Getdik. Müayinəmiz bitdi və bu dəfə də xəstədən 10 ədəd polip endoskopik kəsdik, çıxartdıq və xəstəni növbəti deməli kontrolə 1 ildən sonra yazacağıq və 1 ildən sonra ildə bir dəfə normaldan bu xəstələr endoskopik müayinədən keçməlidirlər və sonuncu polipə qədər. Və əgər növbəti dəfə biz hər hansı bir polip aşkar eləməsək, onda xəstəni 2 illik və ya 3 illik istirahətə yola sala bilərik. Təbii ki, amma bu müddətdə heç bir problemi, mədə-bağırsaq sistemində heç bir problemi yaranmasa. Təşəkkür edirəm.